Sensor tərbiyə məşğələmizdə rəngli toplar vasitəsilə maraqlı öyrənmə fəaliyyəti keçirdik. Baxın, bu böyük topdur. Bu isə kiçik topdur. Böyük topu qucaqlamaq daha asandır. Çünki o hamısından böyükdür. İndi isə topların rənglərinə baxaq. Qırmızı top, sarı top, mavi top. Hər topun öz gözəl rəngi var. Uşaqlar topları diqqətlə müqayisə edirlər. Hansı top böyükdür, hansı top kiçikdir? Gəlin birlikdə tapaq. İndi isə topları qaldıraq. Görəsən, hansı ağırdır, hansı yüngüldür? Ağır topu qaldırmaq biraz çətindir. Yüngül topu isə daha rahat qaldırmaq olur. Aferin uşaqlar. Siz böyük və kiçik, ağır və yüngül anlayışlarını öyrənmisiniz. Həm rəngləri tanıyır, həm də əşyaları müqayisə etməyi bacarırsınız. Öyrənmək oyunla daha maraqlıdır. Toplarla oynayırıq, öyrənirik və əylənirik. Diqqətinizə görə təşəkkürlər.